Bəla da ki, bəla. Adı budur. Kərbəla ki, deyirlər. Adı budur. Qəm, qüssə, bəla, müsibət. Elə tarixəndə o yerlər elə olur. Və orada öz kitablarında gəlir. Hüseyin radiyallahu anhu deyir ki, əuzu billah, Allaha sığınıram kər bu bəladan. Bu yerdən Allaha sığınıram. Yəni, Hüseyin bu öz kitablarında gəlir. Hüseyin İbn Əlinin əuzu billah dediyi yerdir ora. Həmin torpaqlar. Allaha sığındığı yerdir. Yəni, bununla əslində sən neynəməsən? Yəni, məntiqlə, normal insan məntiqi ilə adam düşünəndə, sən doğrudan da Hüseyni sevirsənsə, onun o qanının axıdıldığı o torpaq, hansı ki orada başını kəsiblər, sən belə o torpağı nifrət eləməlisən. Belə o sevgidən. Amma bunlar neyniblər? Eyni nəsranilər kimi. İddia edirlər ki, İsa'nı xaçda asıblar. Bu xaçda asıblar, bu xaçı qır. Əz, tulla, sındır. Niyə? Sən Peyğəmbər orada zülm ediblər, öldürüblər. Yəni bunların etiqadı ilə deyirəm. Amma sən götürsən o xaçı neynirsən? Öpüb alnıva qorsan. Niyə? Sevmirsən İsa'nı. Axı İsa'nı onu öldür. Elə bil ki, Allah qorusun, məsələn, bir övladdır, övladın ana atasını, valideynini hansı bıçaqla vurub öldürüblər. Sən də ömrün boyunca bıçağı saxlayıb alnının üstünə, gözünün üstünə qoyursan. Belə övlad olar, yəni övlada nə deyərlər? Deyərlər ki, bu dəlidir, ya nankordur. Ya normal insan belə eləməz, düzdürmü? Eyni ilə nəsranilər kimi. Bunlar da əksinə nifrət eləməkdən, həmin torpağa səcdə edirlər, öpürlər, bədənlərini sürtürlər, türbə deyib içirlər. Hansı ki o torpaqdan Hüseyin radiyallahu anhu Allaha sığınır. Əhlüsünnə mövqeyi bu məsələdə nədir? Məlumdur. Necə İbn Teymiyyə rahmetullah Məcmuəl Fətavada gözəl bir sözü var. Və əhlüsünnə əqidəsi budur bu məsələdə. Deyir ki, kim Hüseynin ölümünə əmr veribsə, onun ölümündə yardımcı olubsa və onun ölümünə sevinibsə, Allahın, mələklərin və qiyamətə qədər lənət edə bilən bütün insanların lənəti onun üzərinə olsun. Kimin? Kim Hüseyni öldürübsə, təkvü kifayət deyil. Kim öldürübsə, kim ölümünə əmr veribsə, kim ölümünə yardım edibsə və kim ölümünə sevinibsə, Allahın, mələklərin və bütün insanların lənəti qiyamətəcən onların üzərinə olsun. Hər 4 qrupun üzərinə. Əmr verənin, öldürənin, yardım edənin və sevinənin. Əslində bir işgal yoxdur yəni bu məsələdə.